İndi gəlirəm dırnaqda. Nəhayət düzəltdirdim. Yenə də sadə. Biraz zərb durmuşum. Saçma. Uşaqlar evdə tək qalıb. Turada çəkilişlər. Baxaq görək bizdən aldıq. Bizdən aldıq. Nə qədərdir? Hə, burada deyil mi? 4 manat. 42 manatlıq alış-veriş. Yumurta. Isla mama. Это мама. Siz gündə neçə dəfə marketə gedirsiniz? Biz demək olar ki, hər gün marketdən nəsə almalıyıq. Balaca vəbşə ümumiyyətlə bağçadan gələn kimi marketə deyir gedək, mənə sürpriz alın. Sürpriz dedikdə ki, onun sevdiyi şeylər olur. Marketə girdiksə o özü gedib seçir. Əgər özü getmədisə, biz getdiksə, ümumiyyətlə marketdən gələndə qapıda bizi gözləyir ki, əlimizə baxır, paketə baxır ki, görək onun üçün nə almışıq. Bilirəm ki, hərdən yemək üçün yaşayırıq. Çünki bütün gün marketdəyik, nəsə almalıyıq. Yəni tək biz yox. Bilirəm ki, bütün ailələr belədir. Hamı olaraq, yəni demək istəyirəm ki, elə bilirəm ki, yemək üçün yaşayırıq. Bu Nilayın əl işidir. Səhər mən işdə oluram, özü məktəb şeylərini hazırlayır. Bax, belə dağıdır, hər tərəfdə kitab, dəftər gəlib yığıram. Burada toy dəvətnaməsidir, iş yoldaşımız. Rahimi sokudur. Sohbet qavcı bitirib. Belə başlayayım, buraları yığışdırım. Bunlar, bax, burada nə işi var? Kutular vermişəm də ilçələrdən ki, aksesuarları bu oraya. Qızım 5-ci sinifdir. Maşallah. Gəldik 5-ə çıxdıq. Vaxt var idi, 1-ci sinifə gedirdi. 5-ci sinifə gedir. Mülayim kremi. Bitirdim. Buraları yığışdırım, başlayayım. Sonra bu güzgüləri istəyirəm ki, qəşəng silim. Sirkəsi var məndə. Sirkəli su ilə buranı silmək istəyirəm. Güzgüləri. Çünki bilirsiniz də güzgülər negativ enerjini özündə saxlayır. Ona görə də əvvələ tez-tez silirdim, indi amma yox. Buraları da silim. Və başladım. İlk öncə buraları yığışdırıram. Həm artıq şeylər çoxdur. Çünki burada artıq şeylər olmur. Təbii ki, bunun hamısını Nilay yığmışdı bura. Başlayıram bunları yığışdırmağa öncə. Sonra ümumi tozunu alıram, silirəm. Neçə vaxtda düşünürəm ki, evi sirkəli su ilə silim. Əvvəllər tez-tez silirdim. Polları da silirdim. Ən azı həftədə bir dəfə bu işi eləyirdim. Son vaxtlarda eləmirəm. Və üzüm sirkəsi var imiş. Almada deyil, üzüm sirkəsi imiş. Bunu bir dənə suya əlavə edirəm, belə. Biraz çox dökürəm. Sonra da bununla birinci güzgüləri siləcəm. Sonra da şkafların güzgülərləri siləcəm. Evi sirkəli su ilə silməyin xeyrini mən öz evimizdə anamdan sonra bir hadisə yaşadıq. Bunu biz sirkəli su və Quran ayələrini dinlədərək evdə bu problemləri həll etdik və o gündən sonra sirkəli su ilə silməyə başladım. Məndən sizə məsləhət, əgər evdə ağırlıq hiss edirsinizsə, evdə negativlik hiss edirsinizsə, ümumiyyətlə özünüzdə də hiss edirsinizsə, evin havası sizə ağır gəlirsə, evdə tez-tezdə xəstələnirsinizsə, hər yeri sirkəli su ilə mütləq silin. Pola qədər silməyiniz məsləhətdir. Və gələk güzgülərə. Güzgünün xarakterində var ki, yansıtmaqdır. Gördüyünü yansıdır. Ona görə deyirlər, ağlayarkən güzgüyə baxıb ağlamaq olmaz və qəzəbliyikən, əsəbləşərkən güzgüyə baxmaq olmaz. Çünki onu sənə geri qaytarır. Baxın, adi bu daş var. Bu daşı Tural bizimlə səndən o vaxt Zarla Naxçıvana gedəndə, Tuzlağa gedəndə oradan gətirmişdi. Bunun naçniki də var bizdə. Bu əslində biraz iri daşı idi. Görürsünüz, biraz şey olur, nəm çəkib. Bu daş hər tez-tez toz buraxırdı da, mən o toz soranlayırdım. Negativi çəkir canına, o çəkdikcə də bu əriyir. Yəni bu evdə olmaq yaxşı bir şeydir, doğrudan. Bir də evə havasını
təmiz eləyir. Bu da Nilayımın 3 yaşı var. Bu da toz olur. Bu da tez toz olur hər şey bu evdə. O vaxt mən Rahimə hamiləykən çox pis xəstələnmişdim. Demək olar ki, sağalmaq bilmirdim. Mənim öz vəziyyətim yaxşı deyildi. Hətta gecəni məni xəstəxanaya götürmüşdülər. Həkimlərdən eşitdiyim sözlər o idi ki, ananın vəziyyəti yaxşı deyil. Belə eşidirdim. Öz aralarında danışırdılar. Yəni qızdırma var idi, bilmirəm. Heç özüm də baş açmırdım. Nədən niyə xəstələnmiş, nəinki mən, heç həkimlər də baş açmırdı. O vaxtı dəhşət idi də evdə bütün gün dərman içmək, bütün gün xəstə olmaq. Bir də baxdım ki, evin doğrudan da aurası çox pisdir. Evə gəlirdim xəstəxanadan gələndə. Görüm ki, evin aurası pisdir. Evdə nəfəs ala bilmirəm. Elə bir evdə boğulur, ağırlıq hiss eləyirdim. Biraz özümü toparladım. Qəşəng alma sirkəsi ilə də indi mən də burada üzüm sirkəsi ilə evi silərəm. Ən çox mən alma sirkəsindən istifadə edirəm. Alma sirkəsi ilə polu da sildim. Divanın parçasına qədər sildim. Hər bir yerə alma sirkəsi ilə özdə necə heç suya qatmadım. Mən parçanı alma sirkəsinə batırırdım, silirdim də. Yəni o dərəcədə evdən ancaq sirkəyi gəlirdi dəhşət dərəcədə. Onu silib bitirəndən sonra evlərə baxdım ki, ev işıq saçdı sanki. Bax o cür oldu. Həqiqətən də tək mən yox. Natural gəldi ki, bu nədir? Sirkən iyi götürüb. Ev dedim ki, nəsə dözə bilmədim. Evdə ağırlıq hiss edirəm. Elə biləm ki, ev xəstəlik girib evə çıxmır da. Elə hiss elədim. Ona görə sildim. Vaxt evə dedi doğrudan da evin aurası necə dəyişdi. Sanki adamın havası çatmayanda təmiz havaya çıxır. Təmiz hava aldıqca rahat olursa, evi sirkə ilə siləndə hər yer insan elə bir rahatlıq tapır. Mən uşaq olanda həmişə bizə qonaqlar gələndə deyirdilər ki, sizin evdə qalanda yaxşı oluram, özümü yaxşı hiss eləyirəm. Sizdə yemək yeyəndə də yaxşı oluram, evinizin aurası yaxşıdır, rahatlıq olur, başqa yerdə qala bilmirəm kimi fikirlər həmişə deyilirdi. Nənəm də deyirdi ki, o deməkdir ki, halal evdə evin aurası həmişə yaxşı olur deyirdi. Bizim evdə deyirdi ki, heç vaxt haram tikə yeyilməyib. Ona görə də bizə gələn rahatlıq tapır. Bir də həmişə deyirdi ki, o evdəki haramlıq var, haramçılıq var, belə deyim. Evdən də pis qoxu gələr. Bunu da deyirdi. O vaxt deyirəm internet falan yox idi. Araşdırmaq, öyrənmək olmurdu. Ancaq ki, keçmişin insanları bizdən daha çox bilirdilər, daha çox təcrübəli idilər və onların o vaxt dediklərinə cahil kimi baxılırdı. Ancaq indiki dövrdə isə baxırsan ki, onların o vaxt cahil kimi düşündüyümüz fikirlər bu günləri həyatda bunu yaşayırıq və görürük ki, doğrudan da öz təsdiqini tapır da bu fikirlər. Bunları nəyə görə deyirəm? Özümü tərifləmək kimi demirəm. Bir hadisə danışacağım sizə. Anam rəhmətə gedəndən sonra bizim evin aurası təmiz dəyişdi. O rahat ev elə bir ki, başqa bir aləm oldu. O evə gedəndə orada qalmaq istəmirdi adam. Baxırdıq ki, bu elə bir ki, bizim əvvəlki evimiz deyil. Biz neynədik? Bacımla YouTube'da dedim, gəl Əl-Bəqərə surəsini qoyaq. Qurandan bilirsiniz ki, Əl-Bəqərənin nə qədər xeyirləri var. Biz onu YouTube'dan qoyduq səsli, yüksək səslə evin bütün otaqlarında eşidiləcək dərəcədə qoyduq və başladıq bu evi təmizləməyə. Evi təmizlədikcə evin doğrudan da havası da yavaş-yavaş dəyişməyə başladı və biz sirkəli su demədik, hər şey polları sildik, neynədik. Bu evi biz təmizlədikcə cahdular tapdı. İnanın ki, bizim evdə heç vaxt belə bir şey olmayıb. Nə anam, nə nənəm heç vaxt belə şeylərə inanmayıblar, heç vaxt da tərəfdarı olmayıblar. Anam həmişə bir dediyi söz var idi. Mən Ayətəl Kürsünü oxuyuram və əlimi açıb Allaha dua edirəm. Çox da maraqlıdır ki, bu mamam rəhmətə gedəndən sonra bizim evdən belə şeylər başladıq tapmağa. Biz evimizin giriş qapısının üstü də açılıb bağlanandı. Elə bilə onu açdıq ki, arasının tozunu təmizləyək. Yəqin ki, bura neçə vaxtı açıldı. Onu açanda qara bir parça idi, içində nəsə var idi. Bacımın başına düşdü. Düşdü yerə, ikimiz də ki, bacı şok olduq ki, bu nə idi? Kimin də ağlına gələr ki, bunu ora yerləşdirsin. Biz bunu açdıq, baxdıq ki, içində 3 dənə vərəqdir. Qəribə bir dildə nəsə yazılıbdı. Koridorda Rahimin maşınları da söküb. Hər yerdən bu maşını çıxarır. Hər yerdən. Buranı təmizlədim. Baxın, oldu qəşəng, tərtəmiz. Həm də ki, evə baxırsan, elə bilirsən ki, evin enerjisi də dəyişdi. Sildim buraları da. Qəşəng oldu, tərtəmiz. Çöldə də bir gözəl günəşli hava var. Elə bir ki, yazdı da, yəni. Aprel ayını xatırladır. Mart-aprel ayların. Elə bir ki, o aylarda sən. Qəşəng günəşli havadır. Gedim, çəkim də gün düşür. Değil mi? Yataq otağını təmizləyim, sonra kuxunanı da təmizləyim. Gedib Rahimi götürəcəm bağçadan. Ona görə də vaxtım azdır. İşlərimi tez görüm, qaçım görüm Rahimi götürüm bağçadan. Tural bugün yoxdur, işlədi.
gec gələcək, mən götürəcəm. Belə. Təbii ki, evi təmizlədikcə tapdığımız şeyləri başı çıxanlara oxusunlar, tərcüməsimizə desinlər. Çox qorxunc şeylər də var idi orada. Yəni o şey də olmuşdu artıq. Çünki bir ilin içində bir evdən 2 cənazə çıxmışdı. Anamın və nənəmin. Aralarında 6 ay fərq olmuşdu. Bilmirəm kim nə niyyətən eləmişdi, niyə eləmişdi, kimin bizdən özü götürməməzliyi var idi. Allah görür hər şeyi. Biz çox şey bilməyə bilərik, amma bunu Allah bilir və heç vaxt da cavabsız qalmaz. Tək bu yox, yəni bir neçə şey doğrudan tapmışdıq. Özümüz də təəccüblü qalmışdıq ki, yəni necə oldu ki, bu şeyləri biz aylarla bu yerə baxırıq, təmizləyir. Bu şey qarşımıza çıxmır. Amma eminim bu gün bir günün içində bir neçə şeyi insanın ağlına gəlməyən yerdə və yaxud da göz önündə olan bir şeyi görürük və tapırıq. Bu necə ola bilər? Həqiqətən də bacımla yəni təəccübləndik. Doğrudan da Əlbəqərənin gücü bu idi ki, bizim qarşımıza çıxartdı. Dinlədikcə elə bir tilsimlər qırıldı. Elə bir ki, hər şey üzə çıxdı o evdə. Əlbəqərə ilə və sirkəli su ilə evi təmizləməklə bir neçə şey tapdı və evin də hava-havası dəyişdi. Bir gündən sonra öz evimi də sirkəli su ilə silməyə başladım. Həmçinin də Quran ayələrini evdə dinlətməyə başladım. İşlərimi gördüm, bitirdim. Hələ ki, gedim Rahimi bağçadan götürüm gəlim. Sonra da yeməklərimizi hazırlayayım. Axşama yemək hazırlamalıyam. Gedim. Gedək. Rahim. Ay. Rahim. Rahim. Burada məhəlləyə çatmışıq, deyirəm, amma olar maşın sürüm, dedim, hə, yaxşı. Burada gözləyirəm ki, biraz maşın sürsün, sonra çıxaq gedək evə. Hələ bir maşının içinə daşları doldurur, güya ki, adamdır deyə. Evdə dolanda piçeynik, qənd, hər şey doldurur. Göy aldım, bir də ət aldım, belə. Orada İmişli ət mağazası var, oradan alıram. Belə ət almışam, indi bunu da qəşəng doğrayıb çəkəcəm, görümünü hazırlayıram. Hələ bir şey fikirləşməmişəm. Görüm neyini yiyəcəm ona. İnşaatçılardan, Rahimi bağçadan götürəndə orada bir yer var. Oradan sırf rayondan gətirib bu göyərtilər satırlar. Mən də belə aldım, 1.70 elədir. Mən də belə soğan götürmüşəm yaşıl. Baxın, marketdə satılanlardan görünür necə seçilir, baxın. 20 qəpikdir. Bax, bana 20 qəpik verməyə dəyər. Görün, nə qədər soğan var. Marketdəkilər yalanı 3-4 dərsən qoyurlar. Baxın. Bu nədir? Spanaq deyirlər də. Buna spanaqdır. Börək pişirim, spanaqlı börək. Qəşəng bunları açım, suya qoyum, qumu tökülsün, sonra da doğrayarım. Nə qədər almışam. Suyu görəndə ümumiyyətlə alıram. Lazım oldu, olmadı alıram. Ki, istifadə edərik nəyəsə. Başlayayım, onu təmizləyim. Lavaş almışam. Bu dəfə xəmir özüm açmıram. Hazır lavaşları alıram. Yuxaları. Onun arasına belə büküb bişirirəm. O prosesi göstərəcəm sizə. Burada Nilay Koreyalı qızların rəqslərini edir. Yəqin ki, evdə bu yaşda olan uşaqlar, qız uşaqları olan mamaşalar bilər. Koreyalı qızlara bu aralar fanatikliyi eləyirlər. Onların rəqsidir, geyimidir. Hətta bizim evdə onların şəkilləri də var. Başlamışam böreyi hazırlamağa, göyləri doğrayıram. Ümumiyyətlə spanaqlı böreyi çox xoşlayıram. Pendirdən istifadə edirəm. Pendir qatanda qəşəng olur. İndi bunu qəşəng doğrayacağım. Burada qəşəng doğradım. Sonra gəlin. Yolam sevişdirir. Yapışdı daha doğrusu. Gəlirəm də Rahim, gözlə bunu eləyim. Böreği eləyim evə çatan kimi. Uşaqmışam verir evə gələn. Все. Atırıq bura. Bu qədər məncə bəsdir. Tuz üstüyə də atıb qarışdıracağım. Sonra başlayacağım.
Sosunu hazırlayacağım böreğin. Bir dənə yumurtaya 3 xörək qaşığı qatıq. 3 xörək qaşığı da yağ. Biraz da süt əlavə edeyim. Göz qararı. Lavaş hazır. Buna bir dənə sosundan vuraq. Şotkam var idi, onu götürdüm, tulladım. Tamam, şotkasız. Şu tədəsən alacağım deyə tulladım. Köhnəlməmişdi, yazıq. Niyə yaptığım sözünü də bilmirəm. Belə sosdan vururuq. Tavanı yağladıq. Belə qoyuruq bura. Mən qədər elədim, birinci tam dolmadı. Nə edəcəm? Sosu birisini ləzzət eləyir. Tatlı eləyir. Baxın, işdi belə. Kül oxşuyur. Börək hazırdır. Gözəl qoxusu gəlir. Nə gözəl qızarıb. Xoş gəldisə artıq börəyi tez-tez hazırlayacağım. Çox ləzzətli idi. Gecə gəzintimiz saat 2 işləyib. Hava sakit. Gəzirik. Maşın yoxdur, etiraz. Gecə saat 2. Şöyle şeşli. Səhər refrə durub getməliyik. Gəzirik ya da küçələrdə. Gəzmək yaxşıdır, adam axşam rahat yatır. Nə düşəcəkdi telefonuna bu? Hava təmizdir. Düz deyirsən, hava təmiz ona görə yaxşıdır. Nə belə özümüzü çək. Saçım. Şurada var, saçma şurada bak. Yox, sən saçın, mən də saçımı artıq göstərim. Işıqlı da. Kimsə burada skuteri qoyub yedim. Otduğun içində. Yox, yox. O şeydir, proqramla qoşulmaq lazım. Proqramla qoşulmaq lazımdır. Vlogun sonuna yaxınlaşırıq. Gündən günə böyüyən kanalıma abunə olmağı, dəstək olmağı unutmayın. Yaxınlarınızla vloqlarımı paylaşın. Növbəti vloqlarda görüşərik.